Rus dili müəllimi olan Mübariz Rüstəmov 32 ildir ki, bu yolları qət edir. Qayıqla Kür çayını keçərək İmişlinin Ağamalılı kənd tam orta məktəbinə gedir. Havanın soyuğunda da, istisində də, küləyində də. Həm də bütün riskləri gözə alaraq. Mən hər gün gəlib bu yolu gedirəm. Düzdür, ailəm qorxu hissi keçirdirdi əvvəllər. Bir də gördüm atam, anam, yoldaşım gəlib durub o bir üzdə ki, görüm bu sağ-salama keçə bilər. Elə küləklər olur ki, burada az qalır gəmini çevirəm. Amma buna baxmayaraq artıq vərdiş eləmişəm. Yəni sənətimi sevirəm, ona görə də bu yoldan əl çəkən deyirəm. İnşallah nə qədər ki, gördüyünüz bu pilləkənləri qalxa bilirəm. İnşallah gəlib gedəcəm bu məktəbə. Mübariz müəllim hər gün təxminən 4 kilometrə yaxın yolu piyada gedir. Dərsini bitirib geri dönür. Onun keçdiyi yol isə illərin əzminin sübutudur. Bax, gördüyünüz bu cığırları mən salmışam. Bu elə bir müəllim ömrünün yoludur. Hər il yaz aylarında bu ağaclar biraz yolları kəsirlər. Mən özüm gəlib onları təmizləyirəm ki, mənə işə gedib gəlməyə mane olmasın. Müəllim deyir ki, 2010-cu ilə qədər kənddə kürü keçmək üçün bərə olub. Lakin daşqın bərəni yuyub apardıqdan sonra yenidən bərpa etmək mümkün olmayıb. Mübariz müəllim deyir ki, bərə olan vaxtlarda da o dərs deməyə qayıqla gedib gəlirdi. Çünki bərənin yeri uzaq idi. O, bu yolda heç vaxt tərəddüd etməyib. Uşaqların üzündə sevinci görəndə, onların sənə münasibətini görəndə bu sənətə sevgi daha da artır. Və onların sənə cavab verəndə, çəkdiyin zəhmət hədər getməyəndə daha da çox sevinirsən. Və mənə stimul verən budur. Neçə illərdir məktəbə gəlib gedirəm. Yetişdirdiyim şagirdlər içərisində ali məktəbləri qutaranlar var, yüksək vəzifələrdə olanları var. Və onlar da məni heç bir vaxt unutmur. Mübariz müəllim həm də şagirdləri üçün elmə gedən cığırı da hamar edib. Onların qəlbində yer tutub, sevgisini qazanıb. Elməddin İsmailov, Şəbnəm Qurbansoy, Xəzər xəbər.